başqa bir mövzu var. Məzahir Pənahovdan mən danışacağım. Məzahir Pənahov yola salınır. MSK sədri bu şəxs olacaq. Kim olacaq MSK sədri, əziz izləyicilər? Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının hazırki tərkibinin səlahiyyət müddəti gələn il başa çatır. Hazırki tərkibi 2021-ci ilin aprel ayının 27-sində formalaşıb və dostlar, Məzahir Pənahov yola salınır. Belə bir yazı yayılıbdır. Mənbə Yeni Bakı Vaxtı az yazıbdır. Yəni siz necə qarşılayırsınız? İndi xəbəri davam edirəm. Yəni Mərkəzi Seçki Komissiyası Məzahir Pənahovun yola salınması ilə bağlı nəsə itirəcək, yoxsa nəsə qazanacaq? Davam edirəm dostlar. 25 ildir MSK-ya rəhbərlik edən Məzahir Pənahovun yeni tərkibdə olmayacağı ehtimalı böyükdür. Bakı Vaxtı az xəbər verir ki, komissiyanın yeni sədri Rövzət Qasımov olacaq. Qeyd edək ki, Rövzət Qasımov 1978-ci ildə doğulub, ixtisasla ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarə etməsi mütəxəssisidir. Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib, Azərbaycan Respublikası Milli Məclisində deputatların çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Komissiya sədrinin müavinidir. Digər bir xəbərimizi diqqətinizə çatdırıram dostlar. Demək, Əvəz Zeynallı ilə bağlı keçən dəfə bir xəbər saytlarından yazı oxudum. Novella Cəfəroğlu deyir ki, Əvəz Zeynallı və digərləri bizim hesabımıza həbsdən azad olunublar. Novella Cəfəroğlu deyib. Bizim hesabımıza Əvəz Zeynallı və digərləri həbsdən azad olublar. Novella Cəfəroğlu deyir. Həbsdə olanlara kömək edirik. Deyirlər ki, niyə bu məsələyə qarışırlar? Gəzlər irəli gəlsinlər də onların qarşısını kəsən var. Gənc hüquq müdafiəçiləri aktiv deyirlər. Mən aktivəm. Hörmətli rejissorumuz Novella Cəfəroğlu'nun da şəklini ver, qoy tamaşaçılar tanımayanlar da tanısın. Olsunlar da hüquq müdafiəçisi. Gedib görüşsünlər, icazə alsınlar. Ortalığa çıxsınlar da o hüquq müdafiəçiləri. Kim onlara icazə vermir ki, hüquq müdafiəçi olsunlar? Onları saymırlar. Çünki işi bilmirlər, bacarmırlar, diyaloqa girə bilmirlər. Budur onların bəlası. Və savadsızdırlar. 30 ildir biz bu işdəyik. Keçsinlər də irəli. Yol açıqdır. Məsələn, peşəkar gənc jurnalistə bir adam deyə bilər ki, sən cavansan, qarşıma çıxma. Onun yazısı yaxşıdırsa, hörmətlidirsə, ona hamı müsahibə verirsə, deməli, buna layiqdir. Onlar da buna layiq olsunlar da. Bu sözləri Pravda açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Bizim hesabımıza Əvəz Zeynallı və digərləri həbsdən azad olunublar. İndi də hamısı bizə zəng edirlər. Çalışırıq, gedib görüşürük,
onların haqqında danışırıq. Sadəcə mətbuata çıxmırıq. Bugün səhərdən 4 nəfər həbsxanadan mənə zəng gəlib. Kömək etdiklərimiz mütləq siyasi məhbus olmalı deyirlər ki, siyasi məhbuslardan başqa adi insanları da müdafiə edirik deyə Novella Cəfəroğlu bildirib. Əziz dostlar, dəyərli tamaşaçılar, indi mən bilmirəm bunu həqiqətən də Əvvəz Zeynallı xəstəliyi ilə bağlı qanun yol verdi. Yəni qanun imkan verir ki, o buraxılsın. Daha bilmirəm. Əvvəz Zeynallı hər halda Novella Cəfəroğlu'nun bu mövzusuna özü açıqlama versə daha yaxşı olar. Dostlar, Kərəmət Böyükçöldə çox maraqlı və mükəmməl bir yazı var. Məni ucuz taksilər qorxudur. Biz bundan əvvəlki dəqiqələrdə qiymətlərin artımından danışdıq, avtobusların artımından danışdıq. Kərəmət Böyükçöl çox gözəl bir yazı yazıb dostlar. Təkrar edirəm, deyir ki, məni ucuz taksilər qorxudur. Kərəmət Böyükçöldən sərt sözlər. Yazıcı Kərəmət Böyükçöl sosial media hesabında paylaşım edərək bahalı və ucuz həyatların müqayisəsini yaparım. O bu müqayisəni ekonom və komfort taksi sürücülərini qarşılaşdıraraq izləyicilərinə təqdim edib. Azərbaycanda iki cür həyat var. Bahalı həyat və ucuz həyat. Əziz dostlar, çox xahiş edirəm, bəyənin, paylaşın və fikirlərinizi də bildirin. Görün, yazıcı düz yazıb, yoxsa səhv yazıb. Azərbaycanda iki cür həyat var. Bahalı həyat və ucuz həyat. Bahalı və ucuz həyatı getdiyimiz restoranlarda da görmək olur. Otellərdə, çayxanalarda, mindiyimiz taksilərdə də. Adicə bir misal çəkim. Komfort taksi çağırırsan, qiymət baha olur. Amma qəşəng, səliqəli bir maşın gəlir. Ən əsası sürücü adamla çox mədəni rəftar edir. Maşını ehtiyatla sürür. Nəsə bir problem olur, əyləci qəfil basan kimi sürücü sərişinə qayıdır ki, üzürlü sayın, buyurun. Mən də təşəkkür edirəm və s. Bütün bunlar nəyin içindədir? Komfort bir taksinin. Kərəmət Böyükçöl ekonom taksilərdə vəziyyətin tam əks olduğunu vurğulayıb. Bəs yaxşı, ekonom taksidə necədir? Yəni ucuz taksidə. Başın tozun içində sürücüdən bir tər qoxusu gəlir ki, gəl görəsən. Tər qoxusuna görə başını ördək kimi pəncərədən çölə çıxardıb gedirsən. Maşını elə sürür. Adam qorxusundan bir söz də deyə bilmir. Dava düşəcək, bıçağı soxacaq böyrünə. Musiqinin səsini qaldırıb andıra-andıra telefonda kiminləsə danışır. Başını pəncərədən çıxarıb ona söyür, buna söz atır. Bütün bunları nəyə görə dözürsən? Çünki sən ucuz taksi çağırmısan. Daha doğrusu ucuz adam çağırmısan. Yazısı hesab edir ki, kasıbçılıq və varlılıq ilk növbədə düşüncə ilə bağlıdır. Demək, kasıbçılıq və varlı olmaq ən birinci düşüncə ilə bağlı məsələdir. Axı, o ucuz taksinin sürücüsünün elədiyi hərəkətlər onun pulunun olmadığına görə deyil, düşüncəsinin olmadığına, düşüncənin kasıbçılığına görədir. Milyonları olan çox mədəniyyətsiz adamlar var. Onlar da kasıbdılar. Eyni ilə cibində 5 qəpik olmayan mədəniyyətsiz adamlar kimi, yaxud bahalı restoranlardakı ofisantların hərəkətlərinə də baxın, ucuz kafelərdəki ofisantların hərəkətlərinə də baxın. O əlavə edir ki,
Bu fikirleri bütün sürücülere aid etmir, ama sosyal mənzərə onu düşündürür. Təbii ki, mən bu fikirləri bütün ekonom taksi sürücülərinə aid eləmirəm. Eləcə də bütün konfor sürücüləri haqqında yüksək fikirdə deyiləm. Amma hərdən fikirləşirəm ki, balaca bir ölkədə balaca bir taksi şirkəti 3 manatlıq adamları bir tərəfə, 10 manatlıq adamları o bir tərəfə necə yığa bilib, ona mat qalmışam. Dostlar, Kəramət Böyükçölün bu fikirləri ilə razısınızmı, yoxsa razı deyilsiniz? Çox xahiş edirəm, yazın. Hörmətli rejissorumuz, yenə də başqa şəxslər girib burada yazırlar. Bunları hamısını çıxarsın, hörmətli rejissorumuz. Rəylərə diqqətli olun, rəylərə diqqətli olun. Əziz tamaşaçılar, heç olmasa siz də bu şəxslərlə bağlı mövqeyinizi bildirib. Görürsünüz. Söyürlər burada, harda oturublar, harda gizləniblər. Burada niyə söyürməlisən? Burada bizdən ikiyə, bizdən söyüşmü eşitmirsən, söyüşmü? Rəşət ya Allah. Gəncəvi 88, bu Kəramətə qulaq asanda hərdən Elza Seycihan yadıma düşür. Niyə? Niyə Elza Seycihan yazda düşür? Hörmətli rejissorumuz da bezib silməkdən o rəyləri. Dostlar, demək